Salam şagirdlər, bu videoda Riyaziyyat 6-cı nəşr Güvənd 9-dan Sınaq 4-ün bütün testlərinin izahına baxacağıq. Videodan davam üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Uşaqlar, baxaq Sınaq 4-ün birinci sualından. Bizə verib 4x, 4y, 4 rəqəmli ədədi 3-ə, 4-ə və 5-ə qalıqsız bölünürsə, x-in ala biləcəyi ən böyük qiyməti tapın. X-in ala biləcəyi ən böyük. Deməli, 3-ə bölünür, 4-ə və 5-ə bölünür. 5-ə bölünürsə, uşaqlar, y nə ola bilər? Ya 0 ola bilər, ya 5 ola bilər. Bunu bildik. Və 4-ə bölünürsə, y nə ola bilər? 0, 2, 4, 6, 8 ola bilər. Düzdürmü? Deməli, sonu 5 ola bilməz. Çünki 4-ə bölünməsi üçün, eyni zamanda 5-ə də bölünməsi üçün sonu nə ilə bitməlidir? 0-dan bitməlidir. Deməli, y-imizi tapdıq. 0-dır. Onda 4 rəqəmli ədədimiz necə oldu? 4x, 4, 0. Deməli, 4 rəqəmli ədədimizi tapdıq. Hələ ki, 1 rəqəmini də tapdıq. İndi bizdən x-i soruşur. Deyir ki, x-in ala biləcəyi ən böyük qiyməti tapın. İndi bunlardan hər hansı birini yoxlaya bilərik əslində. Tutaq ki, 9 qoysaq yerinə. Bu 3-ə bölünürsə, nə olmalıdır? Rəqəmləri cəmi 3-ə bölünməlidir. 4 üstə 4 eləyir 8, üstə 0 eləyir yenə 8. Deməli, 8-in üstünə biz x gəlsək, o 3-ə bölünən ədəd olmalıdır ki, bu ədəd həm 3-ə, həm 4-ə, həm 5-ə bölünsün. Deməli, 8-in üstünə 1 gəlsək, x 1 ola bilər, x 4 ola bilər, çünki 4 yerinə qoysaq 12 olacaq. 3-ü çarpıra bilərik. X 7 olacaq və x 10 ola bilməz. Deməli, 1, 4, 7 bunun 1 olmalıdır. Bu kiçikdir, bu kiçikdir, bu isə ən böyükdür. Deməli, həmin olacaq 4, 7, 4, 0. Yəni 4740. Bu ədəd həm 3-ə bölünəcək, həm 4-ə bölünəcək, həm 5-ə bölünəcək. Cavabımız olacaq, deməli, 7 hansı variantdadır? C variantı. Daha sonra ikinci suala baxaq. Düzbucaqlı trapesiyanın 3 daxili bucağı 4, 5, 6 nisbətində olarsa körbucağını tapın. Gəlin düzbucaqlı trapesiya çəkək. Bu olsun bizim düzbucaqlı trapesiyamız. Deyir ki, nə deyir? Düzbucaqlı trapesiyanın 3 daxili bucağı 4, 5, 6 nisbətində olarsa körbucağı tapın. 3 daxili bucağı. 4, 5, 6 deyirsə, yəqin ki 90, bu 90. Gəlin belə yazaq. 4K üstə 5K üstə 6K. Bir də üstə 90. Bizə nəyi verməlidir? 360'ı verməlidir. 4 bucağın daxili bucaqların cəmi. Bu nə verir bizə? 4, 5, 6. Cəmi eləyir 15 edir də. 15K bərabərdir. 360'dan 90 çıxsa qalar 270. Onda K bərabər nəyə? 270'i 15'ə bölsək nə alarıq? Bir dəfə 128 dəfə. Alarıq 18. K-nı tapdıq 18. 4K-mız olacaq 72 dərəcə. 5K-mız olacaq 90 dərəcə. 6K-mız olacaq 108 dərəcə. Deməli, ən böyük bucağımız oldu 108 dərəcə. Hansı ki, bu kör bucağımızdır. Cavabımız olar Y variantı. Sonra, üçüncü suala baxaq. Deməli, A çoxluğunu verib elementləri 1-dən 7-yə qədər. 2, 3, 4, 5, 6 və 7. Sonra B çoxluğunu verib 4, 5, 6, 7, 8. Nə deyir? Çoxluqları üçün N A birləşmə B çıxaq N B kəsişmə A. Bunu deyir tap. Aha, deyir A ilə B-ni birləşdirin. A ilə B-ni birləşdirin nə alır uşaqlar? N A birləşmə B. Daha doğrusu N yox.
Sadəcə A birləşmə B. A birləşmə B bizə verir 1-dən 8-ə kimi. 1, 2, 3, 4, 5, 6, 7, sonra 8. Bu A ilə B-nin birləşməsi. B ilə A-nı kəsişdirsək, alırıq nə? 4, 5, 6, 7, 8. Düzdürmü? İndi biz A ilə B-nin birləşməsindən B ilə A-nın kəsişməsini çıxsaq, yəni bundan bunu çıxsaq, nə almış olur? Bundan bunu çıxırıq. Çıxsaq alacağıq. Baxın, yazıram A birləşmə B çıxaq B kəsişmə A və qarşısında n yazıram. Yəni elementlərin sayı. Çıxsam nə qalır? Bax, bundan bunu atıram. Bunu 7-ni və 8 atdım. Qaldı 1, 2, 3. N sonra qalır 1, 2, 3. Bu n nədir? Bu elementlərin sayı. 3 dənə. Amma uşaqlar, bu bir yerdə səhv eləmişik. B ilə A-nı kəsişdirəndə diqqət edin. B ilə A-nın kəsişməsində 8 yoxdur. Bu yoxdur. Burada 8 qalır. Qalır 1, 2, 3, bir də 8. Burada 4 element qalır. 3 element yox. Mən səhv baxdım. Cavabımız olar. Neçə oldu? 4 oldu. 4. Yəni Y variantı. Dördüncü sualda isə 3x kvadrat çıxaq 12 bərabər 0. Kvadrat tənin kökləri hasilini tapın. Burada alıraq 3x kvadratı. Əslində ehtiyac yoxdur, amma eybi yox, tapaq. 3x kvadrat 12, x kvadrat 4, x bərabərdir plus minus 2. İndi kökləri hasil nə olacaq? x1 vur x2 nə olacaq? Mənfi 2 vur 2 yer, mənfi 4. Cavabımız D variantı olar. 5-ci sualda isə bizə deyir ki, şəkilə əsasən x-i tapın. Şəkilimizi çəkək. Bura 7x-dir, bura isə 6x plus 20-dir. Və burada 150 dərəcədir. Bizə x soruşur. Və uşaqlar, bu A düz xəttidir, bu B. Deyir ki, A paraleldir B-yə. Uşaqlar, gəlin bu düz xətləri uzadaq. Bunu uzadıram, tutaq ki, deyək. Biraz səliqəsiz uzatdım. Aha. İndi diqqət edin, bunu da uzadıram. Baxın uşaqlar, bu B ilə A paraleldir deyə bu 6x 20 olan bucağı, bu bucaq ilə nədir? Uyğun bucaqlardır. Bu 7x ilə də bu bucaq nədir? Qarşılıqlı bucaqlardır. Deməli, bu bucağı çöldə yazıram 7x-dir. Bu bucağı da çöldə yazıram 6x plus 20-dir. Deməli, bunun və bura neçədir? Bura bütöv 150-dirsə, düzdürmü? Onu silib. Bu 150-dirsə, onun qonşusu nədir? 30. Deməli, burada 30 dərəcədir. Deməli, burada kiçik üçbucaq var. Hansı ki, bu üçbucaq. Bax, qaralayıram. Bu üçbucağın daxili bucaqları 7x-dir, biri 6x plus 20-dir, biri də 30-dur. Bunun cəmi nəyə verməlidir? 180. Yəni, üçbucağın daxili bucaqlarını. Görək, burada nə alırıq? 13x bərabərdir 180 çıxaq bunun cəmi 50. Bu deyir 180 çıxaq 50. 13x 130-dursa, onda x bərabərdir 10 dərəcə. Bizdən nəyi soruşur? X-i soruşur. Cavabımız olar A variantı. 6-cı sualda isə tərəfləri 3-4 nisbətən bucağının diaqonalı 15 cm perimetr tapın. Aha, sadədir uşaqlar. Diqqət edin. Bu olsun düz bucaqlı, bu da olsun onun diaqonalı. Deməli, 3K buradır, 4K buradır. Deyir ki, diaqonalı 15-dir. Bizə nəyi soruşur? Perimetrini soruşur. Diqqət edin uşaqlar. Bura 3K, bura 4K-sa, burada 5K-dır. Bunu bilirik. İndi 5K 15-dirsə, onda K nəyə bərabərdir? 3-ə. Onda bura neçədir? 3, 4-üm 12 və bura neçədir? 9.
Bizdən perimetr soruşur. Düzbucağın perimetri necə idi? 2 vuraq n üstəgəl uzunluq 9 üstə 12. 21-i 2-yə bölündə eləyər 42 sm. Cavabımız olar B bəndi. Daha sonra 7-ci sualda isə bir daxili bucağı 160 olan düzgün çoxbucağının daxili bucaqlarının cəmini tapın. Aha. Uşaqlar biz bilirik ki, əgər çoxbucağının bir daxili bucağı verilibsə, onun birinci tərəflərinin sayını tapmalıyıq. Tərəfin sayını tapandan sonra biz bildik ki, o neçə bucaqlıdır? Bir daxili bucaqda 160 dərəcədir. Deməli, mən tərəfin sayısını vuraram daxili bucağının birinə, taparam ümumi bucaqların ölçüsünü, yəni dərəcəsini ki, neçə dərəcədir bütün çoxbucağının daxili bucaqlarının cəmi. Onda mən bilirəm ki, n çıxaq 2 vuraq 180 bölək n. Bu bizə nəyi verirdi? Bu bizə tərəflərin sayını verirdi. Düzdürmü? Daha doğrusu bucağı verirdi, üzr istəyirəm. Bu neçə dərəcəli? 160 dərəcəli bucağımız. Bu bizə nə verir? Çarpaz vursaq 180 n çıxaq 360 bərabərdir 160 dənə n-ə. Buradan alırıq 20 n bərabərdir 360. N bərabər 360 20-yə bölündə düşər 18. Deməli 18-də nəyimiz var? Tərəfimiz. 18 tərəfli çoxbucaqlıdır uşaqlar. Bucaqları da 160 dərəcədir hər birinin. 160 dərəcəli bucaqlar. İndi 18 tərəfimiz var. Vururuq 160-a. Bu da yanında bir 0 288, hə? Olar 2880 dərəcə. Daxili bucaqların cəmi olar 2880 dərəcə. Cavabımız olar A variantı. 8-ci sualda isə deyir K-nın hansı qiymət tənqid sonsuz ədədi var. Deməli uşaqlar 2x üstə gələk k y bərabərdir -6. Bir də -5x üstə gəl 3y bərabərdir 15. Sonsuz sayda həll olmaq üçün A1-in A2-yə olan nisbəti bərabərdir B1-in B2-yə və C1-in C2-yə olan nisbəti olmalıdır. Yəni üst-üstə düşməlidir, belə düşünün. Yəni 2-nin -5-ə olan nisbəti bərabər olmalıdır. K-nın 3-ə olan nisbəti o da bərabər olmalıdır -6-nın 15-ə olan nisbətinə. Deməli, neyniyək? Çarpaz vuraq elə bunun ikisini. Neyniyək? -5k bərabərdir 6. Onda k bərabərdir -1/2. Cavabımız olar B bəndi. K-nın -1/2 qiymətində tənliyin sonsuz sayda həlli var. Deməli, 9-cu suala keçək. 9-da bizə nə deyir? Verilib kəsrlərin ən sadə orta məhrətini tap. 9-da isə bizə verib ki, x çıxar 1 bölək 4 vuraq x kvadrat üstə gəl x. Bir də verib nə? X çıxar 2 bölək 6 vuraq x-in kvadrat çıxar x. Bizə deyir, kəsilən ən sadə orta məhrətini tapın. Şöyle birincini biraz sadələşdirək. Yazıram x çıxar 1 bölək 4 vuraq. Buradan x-i çıxarsam nə alaram? X üstə gəl 1. İkincidə də x çıxar 2-yə dəymirəm 6 heç. Buradan x-i çıxardıram. Qalır x çıxar 1. İndi 4 ilə 6-ya orta məxrəc 12-dir. Bilirik. X-dan x-a x-dir bu heç. Bir də x üstə 1, x çıxar 1. Bunlar x üstə 1, vuraq x çıxar 1. Bu oldu orta məxrəc. Sürətdə nə olsun bizə maraqlı deyil. Deməli oldu 12 vuraq x-in. Bu deyir x kvadrat çıxar 1. X-a da vuranda deyəcək x kubu çıxar x. Cavabımız oldu bu. 12 vuraq x kubu çıxar x. Cavabımız D variantı olar. 10-cu sualda isə kökləri 0.5 -2 olan tənlik aşağıdakilərdən hansıdır? Yəni x çıxaq 0.5 vuraq x üstə gələ 2 bərabərdir 0. Cavabımız olar. Baxaq variantlara. Aha, B variantı. 11-ci sualda isə deyir M nöqtəsi AB parçasının şəkli verib də şəkildən göstərək.
Bura A'dır, bura M'dir, bura B'dir. Bura 6, bura 9. Təbii ki, bunlar perpendikulyardır. Burada X-dir. Bizə deyir, bu A düz xəttidir. Deyir ki, M nöqtəsi AB parçasının orta nöqtəsidir. Aha, yəni bura bərabərdir. Orta nöqtəsidir. A və M nöqtələri A və M nöqtələrindən A düz xəttinə qədər aha. Məsafədə 6-9 varsa B nöqtəsindən A düz xəttinə məsafəni tam. Uşaqlar bunu qaldırın yuxarı, belə deyək. A düz xəttin tam 90 dərəcə qaldırın yuxarı. Düz bu formaya gətirin. Olacaq nə bu? Trapesiya. Bax, belə bir trapesiya alınacaq. Belə bir trapesiya alınacaq. Bura 9 olacaq, bura 6 olacaq, bura 8 olacaq. Trapesiyanın oturacağını necə tapa bilərik? Deyirdik, trapesiyanın oturacaqlarının cəminin yarısı bizə onun orta xəttin verir. Düzdürmü? Orta nöqtəsidir nə deməkdir? Yəni bu 9 olan, yəni M-dən A düz xəttinə çəkilən məsafə var. Ha. Bu A düz xəttinə çəkilən bu məsafə, bu 9. Bu orta xəttdir. Buradan necə taparıq? 6 plus x bərabərdir 18 edər, x bərabərdir 12 eləyər. Deməli, x-imiz nə olar? 12 cm. Cavabımız C variantı olar. 12-ci sualda isə deyir, qabarıq 8-bucağının diaqonallarının sayını tap. N bərabərdir nəyə? 8-ə. 8-bucağının nəyin sayını dedi? Diaqonallarının sayını tap. Qabarıq N bucağının deyirdik ki, diaqonalların sayı necə tapılırdı? N vuraq, N çıxaq 3 bölü 2 düsturla tapılırdı. Götürüb yerinə qoysaq, 8 vuraq, 8 çıxaq 3 bölü 2 bərabərdir. Deməli, 40 bölü 2 bölü 20. Deməli, nə var? 20 dənə diaqonalı var. Cavabımız C variantı olar. 13-də isə deyir ABC-də çəkək ABC-nin adı. Bu olsun A, bu olsun B, bu olsun C. Deyir ABC-də A-nın B-nin C-yə olan nisbəti 2-nin, yəni 2K-nın 3K-ya və 4K-ya olan nisbətidir. A bucağının tənböləni C təpəsindən çəkilən hündürlük arasındakı aha. Deməli, A bucağının tənböləni ilə C bucağından çəkilən hündürlüyün bax, bu hündürlük arasındakı nə idi? Kör bucağı deyil, tü bucağı deyil, kör bucaqdır. Bizdən bunu soruşur. Bu nədir? Tənböləndir. Lap yaxşı. Gəl birinci daxili bucaqları tapaq, K-dan asılı olaraq, yəni 2K ilə 3K-nın və 4K-nın cəmin 180 olduğunu bilirik. 9K bərabərdir 180, K bərabərdir tapdım neçə dərəcə? 20 dərəcə. Bu oldu 40 dərəcə, yarısı 20. Bu oldu 60 dərəcə, bu da oldu 4K olan neçə oldu? 20-80 dərəcə. Bütöv 80 dərəcədir. İndi bizə nə deyir? Aha, 80, 60, aha, 20. Bizdən bunu soruşur. Necə tapaq? C təpəsindən çəkilən hündürlük arasındakı kör bucağı tapın. Uşaqlar, bura neçə idi dedik? Bütöv 40 idi. Bura 90-dır. Bura nə qalır? 50. İndi bura 50, bura 20-dirsə, bu kör bucağı neçə eləyər? Kör bucağa x desək, x ilə 50-nin və 20-nin cəmi bizə 180-i verməlidir. X bərabər olacaq 180 çıx 70 eləyər 110 dərəcə. Cavabımız B bəndə olar. 14-cü sualda isə x kvadratı üstə gələk. Daha doğrusu çıxaq. 5x üstə gələk. Bərabər 0. Kvadrat tənliyin kökləri x1, x2 olarsa, bizdən soruşur x1-in kubu üstə gələk x2-nin kubu ifadəsinin qiymətini tapın. Neyniyək uşaqlar? Gəlin x1 ilə x2-nin cəmini 5 götürək burada v terminə görə. x1 ilə x2-nin hasilini isə təbii ki 3 götürək. Bunu bilirik. Bunu nəzərə alaraq bunu tapacağıq.
Yazıram x1-in kubu üstə gələk x2-nin kubu bərabər. Kublar cəminin açılışı necə idi? Deyirdik bir dəfə özləri. Bir də ikinci mötərizəsi x1, x2 üstə gələk x2-nin kvadratı. Daha sonra ikinci mötərizəni mən birinci mötərizəyə dəymirəm. İkinci mötərizəni bununla bunun əvəzinə yazıram. x1 üstə x2-nin mötərizəsinin kvadratı çıxar 2 dənə x1, x2. Biri də burada var. Olur 3 dənə x1, x2. Bu qədər sadə. İndi x1, x2 cəmi də var. Hasıla gətirib yerinə qoyuram. Bunun əvəzinə yazıram 5 vuraq. Bunun əvəzinə yazıram 5-in kvadratı çıxar 3 vuraq. Bunun əvəzinə yazıram. Hasil nədir? 3-dür. Bərabərdir. 5 vuraq. 25 çıxar 9. Eləyər 16. 5-i də 16 yaxında edər 80. Cavabımız Bakının baş hərfi olar. Daha sonra 15-də isə 15 kubdur, kvadratdır. Aha, kvadratdır. X-in kvadratı üstə gəl x çıxaq k bölək. X-in kvadratı çıx 9. Deyir, kəsri ixtisar olunandırsa k-nın mümkün qiymətlərini cəmini tapın. Bizdən k-nı tapın, sonra mümkün qiymətlərini daha doğrusu tapın, sonra cəmliyin deyir. Gəlin neyək? İxtisar olunandırsa bu ya x çıxaq 3 ya da x üstə gəl 3. Düzdür. Daha doğrusu x kvadrat çıxaq 9-un açılışı budur. Vurublar. Sürətdə biz nə yazmalıyıq uşaqlar? Cəmi mənfi 1-dir. Cəmi mənfi 1-dir. Kökün 1-ni nə götürməliyik? Ya 3 ya mənfi 3. Gətirib yerinə qoyuram. Bir dəfə bax bu tənlikdə bir dəfə 3-ü yerinə qoyacam. Bir dəfə mənfi 3 yerinə qoyacam. Səbəb nədir? Səbəb odur ki, tənliyin kökləri ya 3 olmalı, ya mənfi 3 olmalıdır ki, onlar ixtisar geçsin də sürətlə məxrəc ixtisar geçsin. Bizə deyir ixtisar olunandırsa. Gətirib 3-ü yerinə qoysam, nə alacam? 9 üstə gəl 3 çıxaq k bərabər 0. Buradan nə alıram? 12. Deməli k 12-dir. K ya 12 ola bilər. Mənfi 3-ü qoysam nə alacam? 9 çıxaq 3 çıxaq k bərabər 0. Onda k bərabər alıram 6. Deməli 2 hal oldu. Birində 12 ola bilər k, birində 6 ola bilər. Və bizə bunun nəyin soruşur? Cəmi soruşur. 12 ilə 6-nın cəmi eləyər 18. Cavabımız 18 var. Bəli, A variantı. A variantı. Sonra 16-cı sualda isə ata qızından 7 dəfə böyükdür. Bu olsun ata, bu olsun qızı. Qızın x yaşı var, atanın 7x yaşı var. 7 də böyük. 2 il sonra 5 də böyük olacaq. 2 il sonra qızın yaşının üstə 2 gəlir, atan da yaşının üstə 2 gəlir. Və deyir ki, 2 il sonra isə 5 də böyük olacaq. Yəni x üstə gələk 2-ni, yəni qızın yaşını 5-ə vursaq, atanın yaşına bərabər olacaq. Burada nə alırıq? 5x plus 10 bərabərdir 7x plus 2-yə. Keçirsən bir tərəfə. 7x çıxaq 5x bərabərdir 10 çıxaq 2. Burada alıram 2x 8-dir. Onda x bərabərdir 4. İndi nə deyir bizə? Ata qızından neçə yaş böyükdür? Deməli qızın neçə yaşı var? 2 il üstünə gələndən sonra 6 olub. 28, 30-da bunun olub. Neçə yaş böyükdür? 30 çıx 6. Eləyər 24 yaş böyükdür. Ata qızından 24 yaş böyükdür. Cavabı elə altında yazıram. 24 yaş. Sonra, bunlar açıq tiplərdir. 17-ci sualda isə sürəti 14 dəfə, məxrəci isə 5,6 dəfə azalan adi kəsin qiymətli dəfə azalır. Deməli, sürəti 14 dəfə azalır. Məxrəci isə 5,6 dəfə azalır. Gəlin diqqət edək. Olsun bizim kəsrimiz A bölək B. İndi sürəti 14 dəfə azalıb. Yəni olub A böl 14 bölək. Məxrəcidə 5,6 dəfə azalıb. Olub B bölək 5,6.
Kəsin ki, neçə dəfə azalar? Gəlin baxaq. A böl 14'ü biz bölməliyik B böl 5,6'ya. Bərabərdir. Yazaram nə? A bölək 14 vura. Böləndə axı tərsini çevirirdik, vura kimi yazırdıq. B-də 5,6 yazırdıq da. Bərabərdir. Bu eləyəcək. İxtisar eləsək 14'e ixtisarləsək, burada 0,4 qalar, burada isə 1 qalar. Qalar 0,4 dənə A bölək B. Yəni, əvvəl A bölək B oldu, idi. İndi 0,4 dənə A bölək 4'dür. Yəni, onda 4 dənə A bölək B-dir. Bunu da ixtisarləsək, 5'də 2 dənə A bölək B-dir. İndi bizə neçə dəfə azaldı? Elə demir. İndi 10'da 4 nə deməkdir? 4 bölək 10. 2 bölək 5. Başa düşməliyim bir saniyə. Kəsin mən neçə dəfə azalıb? Neçə dəfə azalıb? İndi A bölək B-ni bölsək buna, tapar o da. Bölək 5'də 2 A böl B-yə. Yəni A böl B vura 2'də 5 B böl A-ya. Bunlar ixtisar edəcək bu heç. Qalacaq 2'də 5. Yəni 2,5. Deməli 2,5 dəfə azalar. Cavabımız 2,5 dəfə azalar. Altına yazıram. 2,5 dəfə. Daha sonra 18-ci suala baxaq. Düzgün çoxbucağının bir təpəsindən çəkilmiş bütün diaqonalları çoxbucağını 8 üçbucağa ayırır. Deməli, düzgün çoxbucağının bir təpəsindən çəkilmiş bütün diaqonalları çoxbucağını 8 üçbucağa ayırır. Bu çoxbucağının bir xarici bucağı neçə dərəcədir? Uşaqlar, biz bilirdik ki, bir təpədən çəkilən diaqonallar çoxbucağını n çıxar 2 sayda üçbucağa bölür. Və bu üçbucaqların sayı neçə dənə? 8 dənədir. Düzdür? Onda n bərabər tapırıq nə? 10. Deməli, çoxbucağının 10 dənə tərəfi var. İndi çoxbucağının 10 tərəfi varsa, düzgün çoxbucağının bir xarici bucağını nə qədər tapırdıq? 360'ı bölürdük n-ə, yəni tərəflərin sayına. Bu oldu 360 bölək 10. Bu da eləyər 36 dərəcə. Deməli, bu çoxbucağının xarici bucağı 36 dərəcəymiş. Cavabımız altına yazıram. 36 dərəcə. 19'da isə bizə deyir ki, kənar hədlərin nisbəti 3 olan tənasübün orta hədlərinin hansı 75 olarsa. Uşaqlar, belə yazaq. A bölək B bərabərdir C bölək D. Deyir, kənar hədlərinin nisbəti. Deyir, A-nın D-yə olan nisbəti 3 olarsa, orta hədlərin hansı 75 olarsa, B-nin C-yə hansı 75 olarsa, bizə deyir, kənar hədlərinin cəminin müsbət qiymətini tapın. Bizə A-la D-nin hədlərinin cəminin müsbət qiymətini tapın. Sıfırdan böyük qiymətini tapın deyir. Necə tapa bilərik? Baxaq. Biz bilirdik ki, uşaqlar, tənasübdə kənar hədlərin hasılı orta hədlərin hasılına bərabərdir. Yəni, AD hasili BC-yə bərabər, yəni 75'ə bərabərdir. Bunu bilirik. Və A-nın D-yə nisbəti, baxın, A-nın D-yə olan nisbəti 3'dür. Gəlin bundan istifadə edək. Deməli, A 3 dənə D-dirsə, gətirib burada yerinə qoysam, yazıram A-nın əvəzinə 3D vuraq D bərabər 75'dirsə, burada alıram D-nin kvadratı bərabərdir 75 böl 3, alıram 25. Onda D nədir? Plus 5'dir, amma bizə D-nin də A-nın müsbət olduğunu deyər. Bir dənə müsbətini götürsəm. Deməli, D 5'dir. D 5'dirsə əgər, D 5'dirsə A nədir? 3 vur 5. A da 15'dir.
İndi A-mız da var, D-miz də var. Bizə A-la D-nin cəmini müsbət kimi soruşur. 15 ilə 5-in cəmi deyər 20. Cavabımız olar. Birbaşa aşağısına yazıram 20. Qeyd edərsiniz. Sonra 20-ci sualda isə diagonal 8-in düzbucağının tərəflərinin orta nöqtələri birləşdirən analizın perimetri. Aha. Deməli düzbucaqlıdır. Biraz böyük çəkəcəm. Düzbucaqlıdır. Diagonal 8 santıdır. Diagonal 8 olan düzbucağının tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan düzbucağının perimetri neçə santimetr? Aha. Buranı birləşdirməklə alınan heç yox. Uşaqlar, biz düzbucağının orta nöqtələrini birləşdirdikdə nə alırıq? Romb alırıq. İndi o rombun bizə perimetrini soruşur. Yox, alınan düzbucağın, rombdur, rombun perimetrini soruşur. Deməli, bir tərəfini tapsaq, bilirik ki, 4-ə vursaq bütün perimetr edəcək. Diagonalımız bizim 8-dir. Düzbucağının diagonalı. Uşaqlar, gəlin bu tərəflər axı yarı bölünüb. Bura bərabərdir, bura da bura bərabərdir. Gəlin bura A desəm, bura olacaq A, bura B desəm, bura olacaq B. Mən bilirəm ki, bax bu 2A kvadratdan 2B kvadratı mənə 8 verir. Bax yazıram üstünə 2A'nın kvadratı üstə gəl 2B'nin kvadratı mənə 8-in kvadratını verməlidir. Gəlin bundan asılı alaq. Nə alırıq burada? 4A kvadratı üstə gəl 4B kvadratı bərabərdir 64. 4-ə bölsəm alıram A kvadratı üstə gəl B kvadratı bərabərdir 64 ödəbində 16. Bunu saxlayıram bu formada. Və bu kiçik düzbucağa diqqət edirəm. Bax, bu kiçik düzbucağa diqqət edirəm. A ilə B-nin kvadratları cəmi mənə bu rombun tərəfini verir. Bax, A kvadratı ilə B kvadratının cəmi mənə bu x olan rombun tərəfini verir. X-in kvadratı. Və bu nə idi? 16 idi. Deməli, x-in kvadratı 16-dırsa, onda x bərabər nədir? 4. Deməli, mənə lazım olan rombun tərəfini tapdım. 4, 4, 4 və 4. Mənə indi onun perimetrini soruşur. Perimetri nə olacaq? 4 dənə tərəfi var. Hər tərəfdə 4 cm edəcək. 16 cm. Cavabımı altına 16 olaraq yazıram. 21-ci sualda isə bizə deyir, kökdə 56 ədədindən böyük olan ən kiçik tam ədədi tapın. Uşaqlar, kökdə 56 ədədi kökdə 64 ilə kökdə 49 arasında yerləşir. Və həmin kökdə 56 ədədi tam ədəd olaraq 7 ilə 8-in arasında yerləşir. Bizə deyir, kökdə 56 ədədindən böyük olan 8-dir. Ən kiçik tam ədəd tap. Neçə? 8. Cavabı 8 olaraq qeyd edirəm. 22-ci sualda isə nə deyir bizə? Ədədi ortası 60 olan 3 ədədin birincisi 45-ə bərabərdir. Deməli, birincisi 45-dir. İkinci, bu da yazıram üçün lap belə qeyd edək. İkinci ədəd birincidən 60% çox olarsa, deməli, ikinci ədəd birincidən 45 vuraq 160 birbaşa tapıram, bölə 100. Bölsəm 10-a getdi, 5-ə bölsəm 9 burada, 2 burada, 8, 70. Deməli, ikinci ədəd 72-dir. Üçüncü ədəd tapıb, bu da olsun x. Deməli, 45 ilə 72-nin və x-in cəminin ədədi ortası nəyə bərabərdir? 60-a. Burada nə alırıq? 45 ilə 72-nin cəmi nə eləyər? Sonu 7 ilə bitəcək, 11. 117 x gələndə 3 tənə 60, yəni 180-i verməlidir. X bərabər nəyə? 63-ə. Cavabımız olar 63. 63. Üçüncü ədəd tap. Üçüncü ədəd 63 olaq. Daha sonra baxırıq 23-cü suala. Deyir, düzbucaqlı tutan qatillərinə çəkilən medianları 18 və bu. Gəlin düzbucaqlı aşağı çəkək. Deməli, deyir, qatillərə çəkilən medianlar
median. Deyir biri kökdə 18-dir, daha doğrusu biri 18-dir, biri 4 kökdə 11-dir. Bu olsun 4 kökdə 11. Hipotenuz seçilən median soruşur. Hipotenuz seçilən median. Uşaqlar, bu biz bilirik ki, median çəkildiyi tərəfi neyini yarı bölür. Burada bura bərabərdir və bu da ona bərabərdir. Bunu yaddan çıxarmayaq. Niyə? Səbəbini deyim. Səbəb odur ki, dedik ki, düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən median qarşı tərəfin yarısına bərabərdir. Eyni zamanda qarşı tərəfi yarı bölür. Bunu yaddan çıxarmırıq. Bizə deyir ki, qarşı tərəfin yarısına bərabərdir. Nə edə bilərik? Bizə median tapın deyir. Biz bilirik ki, median təpədən başlayaraq 2/1 nisbətində bölünür. Düzdür? Bu 18-dirsə əgər, bura 12-dir, bura 6-dır. Bunu bilirik. Bu düzbucaqlı üçbucaqdırsa əgər, burada düz yanaşmamışıq. Nəyi deyirəm? Qarşı tərəfi yarı bölür median, amma buna bərabər deyil. Çünki əgər o hündürlük olarsa yarıya bölür və onun yarısına bərabərdir. O deyə bilərik. Amma median çəkilibsə o yarı bölüb və ona bərabərdir deyə bilmərik. Sadəcə yarı bölür. Bunu deyə bilərik. Qarşıda hipotenuzu yəni. İndi bizə burada medianı soruşur. Hipotenuza çəkilən medianı necə tapa bilərik? Fikirləşək görək. Medianı tapın. Uşaqlar, qeyd edim ki, zəhmət olmasa siz bunu düşünərsiniz. Mən vaxtım yoxdur belə pis çıxmasın. Çünki video uzanır, artıq 41 dəqiqə çəkirəm. Hal-hazırda heç bir düstur, heç bir qayda yadıma düşmədi. Zəhmət olmasa diqqət edərsiniz. Kimsə yaza bilsə, zəhmət olmasa aşağıda qeyd edər. Sadəcə mənim hal-hazırda yadıma düşmür. Ola bilsin videonu çəkib bitirdikdən sonra, 25-ə qədər getdikdən sonra yazsam, əlavə edəcəm videonun sonuna. Buna siz baxarsınız, zəhmət olmasa, mən hal-hazırda yadıma düşmədi. 24-cü suala baxaq, video uzanmasın. Deyir ki, A1 toxunun adı ikisinin uzunu tapın. Aha, diqqət edək. Bu toxunan olsun, bu da kəsən olsun. A, B, C, bu da D'dir. Deyir ki, AC-nin CD-yə 4.9-adır. Bura 4K-dır. Bura 9K-dır. Və CD-dən AC çıxanda, CD-dən AC-nin çıxanda 5K-ydı da, düzdür, 9K çıxaq. 4K-yı 5K bərabərdir 10-dursa, onda K bərabərdir 2-dir. Deməli, bura 18-dir, bura isə 8-dir. Aha, deyir AB-nin uzunluğunu tap. Buranı soruşur. Uşaqlar, düstur necə idi bunu? Deyir, AB-nin kvadratı, yəni toxunanın kvadratı bərabərdir. AC vuraq AD. Yəni, X-in kvadratı bərabərdir. AC-miz 8-dir, vuraq 8 üstə 18, yəni AD məsafəsi. Neçə? 26 ilə də, düzdürmü? Onda X-in kvadratı bərabərdir. Deməli, 8 altın 48, 4 7, 208. Onda X bərabərdir. Nə? X bərabərdir. 280-dən çıxır 4, kökdə 13. Camımız olar 4 kökdə 13. Aşağıda qeyd edirəm. 4 kökdə 13. Belə qeyd edərsiniz. 25-ci sualda isə 25-də isə cəmi 75 olan A və B ədədlərini uyğun olaraq cəmi 75 olan A və B ədədlərini uyğun olaraq, yəni A-ya 28% aiddir, B-yə 40% aiddir.
Deyir, buna 28-ə 40% artırdıqda, deməli A ədədini 28% artırsa olacaq 128 bölə 100. Deyəcək 1,28A. B-ni isə 40% artırdıqda 140 bölə 100. Böyləcə 1,4B. Aha. Alınan ədədlərin cəmi 32% artarsa, alınan ədədlərin cəmi, yəni 1,28A ilə 1,4B-nin cəmi 32% artarsa, A çıxar B fərqini tap. Yəni 75-32% artarsa belə çıxır. Yəni deyir ki, artırdıqda alınan ədədlərin cəmi 32% artarsa, artmışsa deyirsə, onda 1,32 vuraq A üstə gələk B edir da, düzdürmü? Bu da nə edir? 1,32 vuraq 75 edir. Bu da eləyir 99. Çünki 1,32 75 nə eləyir? 99. İndi A-nın dedik ki, B-nin cəmi nə idi? 75 idi. Mən A-nın yerinə nə yaza bilərəm? 75 çıx B yaza bilərəmmi? A-nın yerinə 75 çıx B yaza bilərəm. Onda burada 1,25 A var, ha. Bu A-nın əvəzinə o yazacağım. Yazacağım 1,28 vuraq. A-nın əvəzinə yazıram 75 çıxaq B üstə gələk 1,4B. Nəyə bərabərdir? 99. Buradan deməli 1,28-i 75-ə vurum. Aha. Eləyəcək daha doğrusu eləyəcək 96 çıxaq 1,28B üstə gələk 1,4B bərabərdir 99. Eləyəcək 96 üstə gələk 0,12B bərabər 99. Burada 99-dan 96 çıxanda 0,12B bərabərdir 3 edərsə, elə etmir 96, 3 edir də. Onda B bərabərdir, tapırıq burada. 2 dəfə 24, 60 5 dəfə 25. B-ni tapdıq 25. Bəs A nə olacaq? 75 çıxaq 25. Eləyəcək 50. Bizdən nəyə soruşur? A çıx B-ni. A-dan B çıxdığı nə qədər? 50 çıx 25. Bərabərdir 25. Canımız olarla 25. Bu qədər uşaqlar, kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.